Qrafikdə 5 fərqli çayın xəritədəki uzunluqları və aid olduqları xəritələrin miqyasının kəmiyyəti verilmişdir. Həqiqi uzunluğu daha çox olan çayı müəyyən edin. Deməli, bu qrafikə baxırıq. Burada deməli, xəritədəki uzunluq sütunlarla verilmişdir və eyni zamanda xəttlə miqyasının kəmiyyəti göstərilmişdir. Birinci məntəqəyə fikir versək, burada xəritənin uzunluğu 20 sm və miqyasının kəmiyyəti isə 2 kilometr verilmişdir. O zaman həmin çayın uzunluğunu tapmaq üçün 2-ni 20-yə vururuq. Bu adlanır 40 kilometr. Digər ikinci çayın uzunluğunu tapırıq və burada toqquşma xəttlərinə baxırıq. 8 sm xəritədəki məsafə, kəmiyyət isə 6 verilmişdir. Yəni 6-nı 8-ə vururuq, 48 kilometr. Üçüncü çayın uzunluğunu tapmaq üçün eyni zamanda yenə də 16-nı burada 8-ə vurmaq lazımdır. Bu da eləyir 128 kilometr. Dördüncü çayın uzunluğunu müəyyən etmək üçün xəritədəki məsafə 12 santimetrdir. Eyni zamanda kəmiyyət də 12-dir. 12-ni 12-yə vursaq 144 kilometr və eyni zamanda 5-ci məntəqədə isə göründüyü kimi xəritədəki məsafə 6 santimetr, amma miqyasının kəmiyyəti isə 18-dir. O zaman 5-ci çayın uzunluğunu 6-nı da 18-ə vururuq. Bu da eləyir 108 kilometr. O zaman ən uzun çay 4-cü məntəqədəki çaydır ki, uzunluğu 144 kilometr alınır. Deməli, sualın doğru cavabı A variantı olacaqdır.